Davuşda Azərbaycanla sərhəddə yerləşən kəndlərin Kirans, Əskipara, Bağanis, Voskivan, Koti sakinlərinin əksəriyyəti 7 iyun seçkilərində Hakim Vətəndaş Müqaviləsi partiyasına səs verib. Qlobal İnfoaz xəbər verir ki, bunu erməni ekspert Vaskan Sərkisyan deyib. O bildirib ki, 19-20 iyun tarixlərində Tavuşa yağan güclü dolu üzüm bağlarını, tərəvəz sahələrini, taxıl tarlalarını, evlərin damlarını, tövlələri, ambarları, çoxlu sayda avtomobili məhv edib. Stat: kəndlilər məhsulsuz qalıblar. Paşinyan və vəzifəli məmurlar yüksək maaşlarla yanaşı dövlət büdcəsindən milyonlarla dram dəyərində bonuslar alırlar. O seçki qabağı kampaniya zamanı sərhəddə seçicilərə müraciət edərək sizi çox sevirəm deyə qışqırıb. İndi Paşinyan doludan ciddi ziyan çəkən kəndlilərə milyardlarla dram kompensasiya və ya dövlət dəstəyi verməklə ən azı ona səs verənləri sevdiyini sübut edə bilər. Statın sonu. Keçmiş deputat Nayira Zöhrabyan da Paşinyanın Azərbaycanla sərhəd ərazilərdə çox səs almasına diqqət çəkib. Stat: Nikolun Zəngəzurda nə qədər çox səs aldığını gördünüzmü? Hansı ki, həmin sakinlər potensial münaqişə zonasına yer alırdılar. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.